Salam dostlar. Bu Headway kitabıdır, orta səviyyə, intermediate. Və burada iki mətn var, onu oxuyacağıq. Çox maraqlı mətndir, dinləyə bilərsiniz. Dog attacked in park by swans. İtə hücum edildi parkda. Yəni bir qu quşu tərəfindən. Swans. Hillary Benting, 54 yaşlı Hillary Benting was taking her dog, yəni itini götürmüşdü. İtin adı nədir? Toby. Toby'ni for a walk, gəzməyə götürmüşdü. In St. James Park last Thursday afternoon. Müqəddəs James parkında gəzməyə götürmüşdü. Keçən deməli cümə axşamı günortası. She was throwing sticks into the pond for Toby to retrieve. O deyir tulluyurdu, throwing sticks, çubuqları into the pond, gölməçiyə. Gölməçinin içində nə üçün? For Toby to retrieve. Toby də itin adıdır. Yəni Toby getsin, retrieve. Yəni gedib gətirsin. He was swimming in the pond. O gölməçədə üzürdü. Yəni iti deyir. When he was attacked by two swans. Və bu zaman o iki qu quşu tərəfindən hücuma məruz qaldı. He received cuts and bruises. O deməli kəsik və göyərmə yaraları aldı. Mrs. Benting called park officials to help. Xanım Benting park rəsmilərini çağırdı ki, kömək etsinlər. But there was little they could do. Ancaq ediləcək çox az şey var idi. İndi mətnə aid sual var burada. What was Mrs. Benting doing? Deməli, xanım Benting nə edirdi? When her dog was attacked. Onun itinə hücum ediləndə. Deməli, xanım Benting əslində bu çalışmaları, bu mətnləri niyə görə veriblər? Biz keçmiş zamanla, keçmiş davam edici zaman başa düşə bilək. Keçmiş davam edici zamanda was-la feilə ing şəkili çıxartmaqla düzəlir. Adi keçmişdə isə sadəcə id ilə düzəlir. Yəni, keçmiş davam edici zaman odur ki, keçmişdə hərəkət davam edirdi və keçmiş zaman da odur ki, hərəkət davam etdi, qutardı. İndi burada deyir ki, itinə hücum ediləndə, itə hücum edildi, yəni bitdi, bu keçmiş zamandır. Bəs was doing, bəs xanım Benting nə edirdi, yəni keçmişdə? Hələ də bir hərəkət edir və o davam edir. İndi buradan tapırıq. Deməli, she was throwing sticks into the pond. O çubuqları gölməçəyə atırdı. Xanım Benting onu edirdi. What was Toby doing? Və Toby nə edirdi? He was swimming in the pond. O da gölməçədə üzürdü. What did she do when her dog was attacked? İtinə hücum edəndə o qız nə edirdi? Deməli, qız nə etdi? Qız nə edirdi? Mrs. Benting called park officials. Park rəsmilərini çağırdı. İkinci mətn. Shock for bank customers. Bank müştərilərinə yaşadılan şok. Bu da maraqlıdır. Customers in the Whitehall Savings Bank. Whitehall Savings Bank'də olan bankın adıdır. Bu böyük hərflə yazıblar. Oradakı müştərilər deyir, received a nasty shock yesterday. Yaşadılar deyir. Receive burada yaşamaq deməkdir. Yaşamaq, yəni qarşılaşmaq. Bir dəhşətli, pis, nasty, dəhşətli bir şok yaşadılar. Yesterday, yəni dünən. As they were standing, nə zaman yaşadılar o şoku? Onlar deyir, durmuşdular in a queue, yəni növbədə durmuşdular. Chatting to each other, bir-birlərinlə söhbət edirlər. At 11:15, 11:15-də deməli, two masked robbers, iki maskalı soyğunçu burst into the bank, banka daldı, yəni ki, zorla girdi. Carrying shotguns və tüfəng, silah, yəni üstlərində var idi. 60-year-old Martin Webb suffered a heart attack and was taken to hospital. Deməli, 60 yaşlı Martin Webb ürək tutmadan
əziyyət çəkdi, yəni ürəyi tutdu and was taken to hospital, hospitala götürüldü. The robbers escaped with 500,000 pounds və soyğunçular 500.000 funt sterlingi götürüb qaçdılar. İndi burada suallar var. What was happening in the bank when the robbers burst in? Oğrular içəri girəndə, soyğunçular zorla girəndə bankda nə baş verirdi? Deməli, bankda nə baş verirdi? Cəmaət növbədə durmuşdu. People were standing, customers ya da were standing in a queue chatting to each other. Yəni bir-birlərindən söhbət edən müştərilər növbədə durmuşdu. What happened to Martin Webb when the robbers burst in? Yəni soyğunçular içəri girəndə Martin Webbə nə oldu? Martin Webb ürəyi tutdu. Martin Webb suffered a heart attack and was taken to hospital. Bu qədər. Sonra davam edərik növbəti videolarda.